Siz bundan qabaq prosedurlar etmişdiniz. 5 il bundan qabaq doktor Rəhimə getmişdim. Aha, Rəhimə xanıma getmişdim. Elə vuran kimi gözəlləşdim. Elə qəşəng oldum ki, 5-6 il bundan qabaqda. O bizim Rəna deyil. Burada İki bacıdır. Buradır. Buradır. Bura gəlməmişdim. Onda yeri ayrı idi. yox. Onda bir lap çoxdan elmlərə getmisiniz. Hə, ola bilər. O 5 il deyil. 5-6 il deyil. Yox, 9 il deyil. 9 ildir burada. Biz 9 ildir buradayıq. Doktor Rəhimə iki bacıdır. Bəli, bəli. O elə qəşəng eləmişdi ki, boynum qırılsın. Bu dəfə bunu aldım, getdim. Bilirsiniz necədir? Mən həmişə konsultasiyalarda, bax, problemli olan da ki, problem yaşa. Deyirəm ki, əgər o həkimdən yəni gözəllik görmüsünüzsə, nəticə almısınızsa, çalışın həkiminizi dəyişin. Pis çıxması o qədərdirlər. Bu axırıncıya getdiyinizə neçə gündür getmişsiniz? 13, 23-də. 23-cü getdiniz, deyirsiniz ki, mən nəsə Nəsə bir üzümə baxın, belə bir 2 ayın içində 18 kilo yarım arıqladım. Üzüm belə buradan bir qırış belə düşmüşdü. Benim bir əl gəzdirin də. Mən də burada çökəklik var dediyim, bir gözəlləşdirin. Onu da yaman günə qoydular mənə. İnarsın, onu mən hər gün ağlayıram. Ağlamayın, düzəldəcək sizi. Prosta, amma bilmirsiniz də nə vurdu. Dedi, sıvı üzgərdir. Sonra mən getdim başqa bir nevroloji həkimə getdim. O dedi, nə vurub, bir dənə şəkil atdı ki, bunu vurmuşam. Nədir? Sonra getdim o tüşlər işləyir, bir dənə estetik klinika var, tüş həkiminə baxdım. Onlar da bir dərman yazdı, almadım, içmədim, düzü qorxdum da, dedim mən hər şeyi yeyərəm, elə ki. Amma yəni mən sizə bir söz deyim də, yəni bu botoksdur. Bura botoks vurulur. Botoks vurulubdur. Yəni qorxmayın. Sinirə toxunmayın. Sinirə toxunsa belə botoksdur yəni. Botoksla o sizin əzələlərinizi dondurubdur. Ona görə ağzınızı açıq bağlamaq sizə çətindir. Yorulursunuz, bəli. Bəs bu hissələrinizə də botoks vurdu. Vurdu. O şey sizə botoks verir. Həmişə hər zaman deyirəm ki, bu botoksu bu hissəyə vurdurursunuzsa, həkimə, professionala vurduram. Adi bir, yəni adamlara vurdurmur. Bax, bu kimi problemlər yaşayır. Tək siz deyilsiniz, çox pasientlərim var ki, bu kimi problemlər yaşayırlar. Yəni, düzələcək. Narahat olmayın, özünüzü əsəbləşdirməyin, stresə salmayın. Mən sizə bu prosedur eləyə bilmərəm. Sizin, yəni özünüz də deyirsiniz, RF falan özü mü yolladı sizi? Özü elədi üçün, sonra dedim ki... Çünki bilir ki, botoks eləyib, amma o bizə kömək eləməyəcək. Mənim öz RF eləyən ustam var, o həkim deyil, sadəcə masajı üzə getmişdim. İndi 3 gündür də o yanına gedirəm, RF eləyir, masaj eləyir. Amma türk həkimlər dedi, onu da eləməyin, ziyan eləyir. Yox, danışığında görürəm, ağzınız əlir. Çünki siz onu belə eləmişsiniz, buradakı o büzüşmə probleminizi göstərirsiniz. O da sizə olaraq botoks vurub, sadəcə olaraq düzgün əzəliyə vurmayın. Qorxmayın, açılacaq botoksdur. Yəni o deməsə də nə vurub? 3 ay çəkəcəkdir, 3 ay çəkəcək. Amma indi mən sizə kömək edəcəm, biz o botoksu açacaq, sizi yüngülləşdirəcəm. Sonra da Allah qoysa gələrsiniz, o problemli nahiyələrinizi gedirəm, 3 aylıq olmayacaqdı, qızıma 3 məqam olub, onlar geçdəcəm. İndi bu ayın axırına qədər biraz düzələcək.